Salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mini Rossmann alış-verişim vardı. İstədim sizinlə birlikdə baxaq. Çünki göstərmək istədiyim bir neçə məhsul var. Bu arada influence olub aldığım da məhsullar var. Birlikdə istəyirəm ki, sınayarıq gələn videolarda və fikrimi sizə bildirirəm. Deməli, birinci başlayaq elə Sinozdan. Deməli, Sinozun, bunu əfsanədə gördüm. Kil maskasıdır, Sinoz markasının. Qiyməti endirimdən 9 manat 90 qəpik idi. Birlikdə açaq. Nöqtələriniz varsa, nə bilim, üzünüzü dərindən təmizləmək istəyirsinizsə, bu məhsulu istifadə edin. Çox gözəldir. Ona görə də istədim ki, yoxlayım. Yəni, məni influence elədi və yoxlamaq istəyirəm. Nə vaxtdan da onsa maska axtarışındaydım ki, nə alım, hansı maskanı alım, sınayım. Deməli, 2 dənə belə lak almışdım. Bunların adi lakdan, yəni fərqi nədir? Çünki 1 manata da biz lak tapa bilirik. Bunlar 3 manat 50 qəpikdir bu arada endirimdə. Deməli, deyilənə görə bu marka bu arada Rival de Lop markasıdır. Arxada da səsini eşidirsiniz. Bir dənə qırmızı rəngini almışam, bir dənə də Topqat şəffaf rəngini almışam daha doğrusu. 45 saniyədə qurumadı. Bunu mən evə gələn kimi istifadə elədim. Heç 45 saniyə qızlar gözləməyinizə ehtiyac yoxdur da, yəni hardasa bir 15-20 saniyə sonra quruyur. Ona görə də çox yaxşıdır. Düşünürəm ki, əgər bir yerə tələsəndə, işimiz olanda əlimizdən tutacaq bir məhsuldur. Ona görə də qırmızı rəngi var idi. Yəni çox rəngi hətta bitmişdi, tükətmişdilər. Mən də ayaq dırnaqlarında qırmızı rəngi çox sevirəm deyə aldım. Üstdən də belə Topqat istifadə eləyirəm mən. Çox da bəyənirəm, ala bilərsiniz. Qaldı 2 dənə məhsulumuz. Bunlar da standart olaraq biri Nivea'nın, bunu Adel hətta belə gəmirib. Nivea'nın dodaq balmını və mən belə gedəndə maskalar almağı çox sevirəm. Mənim burada bir dənə kutum var. Onun içində çoxlu belə maskalarım var. Ümumiyyətlə belə maskalar hər dəfə endirimdə alıram və kolleksiyama daxil eləyirəm. Bunlar da elə endirimdə Olivia'dan, Rossmanndan harda görsəm alıram mütləq. Çünki kağız maskaları mən həqiqətən çox sevirəm. Bir də Nivea'nın dediyim kimi qarpızın növünü heç istifadə eləməmişdim. Mənim dodaqlarım qış aylarında dəhşət quruyan bir tipdə bir dodaqdır. Hətta yara olur. Ona görə də bu formada bir dodaq balmı almışam. İndi hal-hazırda dodağımda pomada var. İstifadə edə bilməyəcəm, amma bəyənirəm. Belə alıram, endirimdə gördükcə çantama atıram. Çox qurtarıcı bir məhsuldur. Mini alış-verişim